Bəzən qadınlar şikayətlənir ki, elə bil evin kişisi mənəm. Qarşı tərəf öz məsuliyyətindən qaçır, özünü evdə kişi rolunda aparmır. Bax, bu problemin yaranmasında, bu şəraitin yaranmasında qadının və kişinin payı nə qədərdir ümumiyyətlə? Kim nə etməlidir ki, bu yaranmasın? Bir günə olan bir şey deyil. Bu zamanla olur və insanlar bilmirlər ki, harda qırıldı bu, nə vaxt baş verdi və nə vaxt ki, tükənmişlik sindromu başlayır, tükənib artıq insan. O vaxtda ayılır ki, mən evin həm kişisiyəm, həm qadınıyam. O da bilirsiniz, hansı ailələrdə olur. Qızım kişi kimi qızdır. Bu cür böyüyən qızlar özlərinə heç qadınlıqlarını qəbul edirlər. Və yaxud da ailədə görürlər ki, oğlan uşağına həddindən artıq dəyər verilir. O fikirləşir ki, mən oğlan olsaydım daha dəyərli olardım və özünü kişi kimi aparır, oğlan uşağı kimi aparır. Onun şuuraltısında qadın dəyərsizdir düşüncəsi olur və nəticədə özünü həmişə kişi kimi aparmağa çalışır. Bəli, o qadında problemlər yaranacaq ailədə.